Artıq mən yoxsulluqdan evladımın üzünə baxa bilmirəm. Üçüncü aydır ki, işdən çıxmışam. Dost iş mərkəzində işləyirdim. Özüm də cənab prezident evsizəm. Kirayə qalırdım. Qallamda hazırda. Mən evladlarımın ehtiyacını qarşılaya bilmirəm cənab prezident. Utanmam. Evladımın qarşısında mən utanmam. Evladımın ərzağını alamıram, çörəyini alamıram. Üçüncü aydır işsizəm. Kira pulunu verə bilmirəm. Kira pulunu verməkdən ötürü mən keçən ay evdə toz doğuran maşını var idi. O satdım. Üstünü ondan 3 manat, ondan 5 manat düzəltdim. Evin kira pulunu verdim. Cənab prezident, oğlum Məhdi sentyabrda məktəbə gedir, 2-ci sinifə. Mən onun məktəb paltarını alamayacağam. Dərs ləvazimatlarını alamayacağam. Cənab prezident, mən məcburiyyətdən bu videonu çəkdim. Mən məcburam. Mən məcburam ki, vətəndaş olaraq sizə ümid eləyəm. Mən məcburam ki, əllərimi sizə açalım. Mən utanmam ailəmin yanında. İmkansızdan utanmam. Dünən mən cənab prezident evdən dedilər, çörək alıb 40 qəpiyə çörək. Mən satıcını anlattım ki, pulum qalıb evdə, çörək verməkdən evdən gedim götürüm gəlim verəcəm pulumu. İndi həmən marketin qarşısından keçəndə utana keçirəm. Mən evladlarımın arzuqəsini alamıram. Mən evladlarıma baxa bilmirəm, utanıram mən. Ərzağını alamıram. Ailə sahibiyəm mən. Bu ölkənin vətəndaşıyam mən. Dərdimi deyiləcək adam tanımadım, cənab prezident. Onun üçün sizə müraciət elədim. Kömək eləmək, evladlarımın yanında utanmağa qoymayın. Cənab prezident, mən çöplü sudan, taxta biçenlikdən, almamaqdan, ala bilməməyə görə evladlarımın qarşısında utanmam. Axı onlar uşaqdır. Onlar uşaqdır, cənab prezident, mənə başa düşmürlər. Hər gün evə gedəndə qarşıma qaçırlar. Ata nə almısan? Ata çöplü su aldın bizə. Mən onlara cavab verəmirəm. Boğuluram cənab prezident. Bir neçə dəfə intihar eləmək istəmişəm. Sizdən xahiş edirəm. Çox danışam bilmirəm. Fikrimi tam çatdıramıram. Çarəsizəm. Cənab prezident, vətəndaşın Kərimov fərman çarəsizdir. Çarəsizəm mən. Evsizəm. İşsizəm. Evladımın qarşısında utanmam. Çöplü su, taxta biçenliyi ala bilmədiyimə görə utanmam. Çörək alanmədiyimə görə. Xahiş edirəm cənab prezident. Kömək edin. Kömək gözləyirəm sizdən. İnanın təmiyyətimə. Xalq həqiqətən sizi sevir. Mən bu gündə ola sevirəm. Dəstəkləyirəm. Xalqla onu. Çox xahiş edirəm. Kömək edin mən. Mənə qoymayın ailəmin, evladlarımın yanına utanam. Çox sağ olun.